Salam, hər vaxtınız xeyir olsun. Biz bugün cədvəllər mövzusuna baxacağıq. O cədvəllər ki, şagirdlərin bir çoxu cədvəllər mövzusunda həqiqətən də çətinlik çəkirlər. Biz bir neçə cədvəllər mövzusu üzrə testlər işləyərək həm bir növ qaydalar izah eləyəcəm, həm də testlərinizə baxacağıq. İlk növbədə başlayaq birinci sualdan. Deməli uşaqlar deyir ki, ortaq tərəfi olan bax, bunu mütləq qeyd etmək lazımdır. Ortaq tərəfi olan iki kvadratda eyni ədədlər olmaması üçün boş hissəyə göstərilənlərdən hansı qoyulmalıdır? Bu nə deməkdir uşaqlar? Ortaq tərəfi olan iki kvadrat. Məsələn, bura 3-dür, düzdür? Bu kvadratın. Bu kvadratın da 4-dür. Bu 4-ün əvəzinə 3 ola bilməz. Çünki nə deyir mənə? Ortaq tərəfi olan iki kvadratda və yaxud da 3-ün aşağısında 5-dirsə, burada da 3 ola bilməz. Məsələn, orta bir rəqəmə baxaq. Məsələn, burada 1 var. Düzdür? Görürsünüz biri. Burada 1, burada 1, sağında, solunda, yuxarısında heç cürə 1 ola bilməz. İndi gəlin bu sualda ümumiyyətlə variantlarla işləmək lazımdır. Bir-bir variantları qoyaraq baxaq. Gəlin başlayaq elə A variantından. A variantından nə deyir? Deyir, bura 2 qoy, bura 1 qoy, bura 3 qoy, bura 5 qoy. Aha, mən avtomatik gördüm ki, burada 2 dənə 3 yanaşı gəlir. Düzdür? Deməli, A variantı heç cür ola bilməz. Uşaqlar, yəni variant qoymadan da işləyə bilərsiniz. Mən həm yeni başlayanlar üçün izah edirəm, həm də ki, bir qədər səhvlik ola bilər ona görə. Məsələn, indi B variantına baxaq. B variantına baxsaq 5, 4, 2, 5. Aha, mən artıq burada görürəm ki, burada da 2 dənə 5 yanbayandır. Sağında da 5 var, sol hissədə də 5 var. Deməli, B variantı da olmaz. Aha, tez silirəm B variantını. Gəldik C variantına baxaq. Yazıram 1, 4. Görürsünüz də ona uyğun yazıram. Fiqur necədirsə, eyni ilə qoyuram. 3 və 2. Aha, burada yenə 2 dənə yanbayan 3 var. Deməli, nə olacaq? C variantında olmayacaq. Elə qaldı D variantımız. Amma nə etmək lazımdır? Məntiq elə bir şeydir ki, uşaqlar həmişə yerinə qoyub yoxlamaq lazımdır. Gəldi 2, 1, aha 4, 5. Baxıram ki, doğrudan da baxın, 2-nin ətrafında heç bir 2 yoxdur. Yuxarıda 4-dür, sağda 1-dir, solda 5-dir və s. 1-in də ətrafında 1 yoxdur. 4-ün də ətrafında 1 yoxdur. 4 yoxdur və bu 5-dir. 5-in də ətrafında 5 yoxdur. Elə cavabımız oldu D variantı. Sonra baxaq ikinci çalışmamıza. Aha, uşaqlar deyir ki, aşağıdakı cədvəldə xanalara yazılan müsbət bu əsasdır. Yəni biz burada rahatıq ki, biz ancaq müsbət ədədlərlə işləyəcəyik. Müsbət tam ədədlərin cəmi 33 olarsa, yəni deyir ki, uşaqlar, bax bu da buradakı bütün ədədlərin cəmi 33-dür. Düzdür? Deyir E və L-in ala biləcəyi ən böyük qiymət neçə ola bilər? Aha, biz gəlirik hesablayaq. 8-in üzərinə 6 gələndə eləyirmi 14? 14. Aha, mən bilirəm ki, mənim bu iki xanam 14-dür. Tez 33-dən çıxaram 14-ü. Neçə elədi? 19. Deməli, mənim E kənarda həmişə yazın. E üstə gəl. L bərabərdir 19. Sonra nə deyir? Deyir ki, E would L. Bu vurmadır. İfadəsinin ala biləcəyi ən böyük qiymət neçə olur? Uşaqlar, mən bunu bir kənarda yazmalıyam ki, bunun ala biləcəyi ən böyük qiymətlər toplusu neçə olur? Bir dənə ağ hissələyək buraları. Başlayaq yazmağa. İndi biz bilməliyik ki, uşaqlar, E ilə L-in cəmi 19 olsun. 19-a cəmi olanlar 1 üstə gəl 18. 2 üzərinə gəl 17. 3 üzərinə gəl 16. Bir-bir yazmaq lazım. 4 üzərinə gəl 15.
5 üzərinə gəl 14. 6 üzərinə gəl 13. 7 üzərinə gəl 12. 8 üzərinə gəl 11. 9 üzərinə gəl 10. Bundan sonrası artıq eyni gedir. Mən görürəm ki, bunun hasili eləyir 18. Bununki eləyir 34. Burada baxıram ki, ən böyük hasil 9 vur 10-dur. Məndən nə istəyir? Ən böyük qiymət neçə olar? Yəni hasil neçə olar? 9 vur 10-un hasili eləyir C variantı. Yəni 90. Ümidvaram ki, hər kəsə aydın oldu bu sualımız. İndi gəlin 3-cü suala keçək. Görək nə deyir. Bir dəqiqə silim. Üçüncü sualımıza baxaq. Üçüncü sualda deyir ki, Ramiz istəyirdi ki, cədvəlin bütün sətir və sütunlarında 3 ədədin cəmi eyni olsun. Sətir və sütunlarda 3 ədədin cəmi eyni olsun. Lakin o ədədlərdən birini səhv yazdı. Hansı ədədi düzəltməli? Gəlin bir-bir baxaq. Sətir və sütun üzrə toplayaq. Uşaqlar, buranın cəmi eləyir 18. Buranın cəmi eləyir 17. Buranın da cəmi eləyir 17. Mən görürəm ki, mənim 2 dənə 17-im, bir dənə də 18-im var. İndi gəlin sətir üzrə baxaq. Sətir üzrə baxsam, buranın da cəmi eləyir 17. 3, 9, 6, buranın cəmi eləyir 18. 11, 1, 5, buranın cəmi eləyir 17. Siz uşaqlar, baxın, burada da 18 var. Burada da 18 var. Hər ikisində 18 olduğu üçün deməli mənim cəmim 18 etməməlidir, 17 etməlidir. Düzdür? Yaxşı, mən hansı ədədi dəyişməliyəm? Təbii ki, 3-ü. Ortaq rəqəm hər ikisində hansıdır? 18. Cəmi 18 olanlarda ortaq rəqəm 3-dür. Mən 3-ü dəyişsəm, burada cəm 17 olacaq. Burada da cəm 17 olmalıdır. Yaxşı, deməli 3-ü biz səhv yazmışıq. Hansı ədəd? Əgər deyir ki, yerinə hansı ədəd qoymalıydımsa, məsələn 3-ün yerinə 2 qoymalıydım. Onda cavab 2 göstərməliydim. Məsələn, bax izah eləyirəm. Deməli deyir ki, mənə hansı ədəd düzəltməlidir? Mən bildim ki, mənim 3-üm düzəltməlidir. Bəs yaxşı, bizə sual versəydi ki, hansı ədəd yazmalıydı? Məsələn, 3-ün yerinə hansı yazmalıydı? Onda avtomatik biz 2 seçərdik. 2, 9, 11, üstünə də 6, 17, 4, 11, 15, üstünə də gəl 17. Yazılası olan ədəd, yazılan 2, düzəldilən 3, düzəldilməli 3. Uşaqlar, bunlara diqqət yetirmək lazımdır. Sonra, gəlin keçək 4-cü sualımıza. Biraz tez. Uşaqlar, deyir qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun variantı seçin. İndi mən bunun ən qısa yolunu sizə deyəcəm. Uşaqlar, belə suallarda zaten bizə verilib ki, hərflərdən biri çatışmırdı. Görürsünüz, 1 dənə, 2 dənə, 3 dənə rəqəmim var. Fiqurlarım 1 dənədir, 2 dənədir, 3 dənədir. Düzdür? Mənim hərflərim çatışmır. Mən görürəm ki, mənim hərflərim yerləri qarışıq verilib və hansı qarışığı mən yazmalıyım. Mən götürürəm, nə edirəm? Bunu şifrələr mövzusundan uşaqlara həmişə deyirəm ki, əlaqələndirin. 159 düzdür. Yazın qıraqda 159. Bərabər nəyə? Özümdən yazıram. N-T-U-ya. N-T-U. Sonra U-N-T da bərabər olsun 915-ə. U-N-T bərabərdir 915. Gəlin yerinə qoyaq, baxaq. N 1-dir. Doğrudan da. 5 T-dır. T bərabərdir 5. Bu da 9-dur. Düzdür? Bu da 9-dur. İndi gəlin baxaq doğrudan da. Baxın burada. 9, 1, 5. Unut eləyir. İndi gəlin görək 591 hansı rəqəm eləyər? Gətirirəm, yazıram bura 591. Buradan bərabərdir yazıram. 5 hansı rəqəmdir? T. 9 hansıdır? U. T, U, N da 1-dir. Deməli, mənim cavabım olacaq D variantı.
Ümidvaram hər kəsə bu sualda aydın oldu. Aha, gəldik 5-ci suala. Uşaqlar, 5-ci sualda həmişə tənlik quraraq, daha doğrusu verilən uşaqlar, indi gəlin keçək 5-ci suala. Görək 5-ci sualda nə istəyir. Uşaqlar, 5-ci sualda həmişə bunu cədvəlin içərisinə verilən hasili, cəmi həmişə kənarda bir kənarda yazın. Bax, mənə nə deyir? Deyir ki, A-nı vur B-yə bərabərdir 21. Aha, yazırım. Deyir B-ni vur B-yə bərabərdir 49. Aha, sonra nə deyir? Deyir A-nı vur C-yə bərabərdir 33. Məndən nə istəyir? B vur C bərabərdir sual. Məndən B ilə C-ni istəyir. Uşaqlar, mən burada görürəm ki, B-ni B-yə vuranda neçə eləyir? 49. O hansı ədəddir ki, onu bir-birinə vuranda 49 eləyir? Təbii ki, 7. B bərabərdir 7. Aha, mən gəlirəm, bütün B-lərin üzərinə burada 7 yazıram. Sonra B-nin üzərinə 7 yazıramsa, bunun rəngini göy eləyək ki, yaxşı görək. Aha, B-nin üzərinə 7 yazıramsa, orada gətirirəm bu misalda yerinə qoyuram. Deyir A vurulsun 7 bərabərdir 21. Onda A nəyə bərabər olur? A da bərabər olur 3-ə. Gətirirəm bütün A-lara 3 yazıram. İndi məndən sonra nə istəyir? B vur C-ni istəyir də. C-nin də qiymətini tapmaq üçün deyir ki, C-ni vur A-ya. A-ya neçədir? 3. Bərabər neçə? 33. Yəni uşaqlar burada yerinə gəlib qoyursunuz. Neçəni 33-ə vuranda? 3-ə vuranda 33 eləyir. O da eləyir 11. C də bərabərdir. Buraya yazaq 11. Aha, bütün C-lərə yazdıq 11. İndi nə istəyir bizdən? B vur C. B-yim neçədir? 7. C-imdəki 11'dir. 7'ni vurdum 11'ə, aldım 77. Çox rahat və sadə. Sadəcə nə etmək lazımdır? Uşaqlar niyə burada çaşırlar? Bir-bir tənliyi, veriləni, cədvəldə verilənləri yazmaq lazımdır. Daha sonra gəldik 6-cı misala. Görək 6-cı misalda bizdən nə istəyir uşaqlar? Həmişə kəsişmə nöqtələrini görürsüz necə verib? Kəsişmə nöqtələri həmişə belədir. Deyir 2 və 5-dən aha, bunu belə çəkək. 2, 5-dən 17 al. Uşaqlar, bu necə alıb? Bir dəfə götürüb 2-ni vurub 5-ə bərabərdir 10. Bir dəfə də götürüb 2 ilə 5-i toplayıb bərabərdir 7. Deməli, 2 ilə 5-in rəqəm hasilinin üzərinə rəqəm cəmin gəlir. Bərabərdir 17. İndi gəlin sual işarəmizə baxaq. Sual işarəsinin kəsişmə nöqtəsi 4 və 3-dür. Düzdürmü? Aha, indi mən bir dəfə bunları silək artıq. Bunlara lazım deyil. Mən bir dəfə 4-dən 3-ü toplamalıyam. 4 üzərinə gəl 3 bərabərdir 7. Bir dəfə də 4 ilə 3-ü bir-birinə vurmalıyam. 4 vurulsun 3 bərabərdir 12. 12 ilə də 7-ni toplasam alıram 19. C variantı. Sonra keçək 7-ci misalımıza görək. Mən görürəm ki, mənə bütün dolu rəqəm verib və sual işarələrini verib. Gəl görək burada nə var. Uşaqlar deyir ki, 6, 7, 13, 20. Bu sizə nəyi xatırladır? Fibonacci ədədlərini. Fibonacci ədədləri. Hər dəfə şagirdlərə deyirəm və çaşırlar. 6 ilə 7-nin cəmi neçə eləyir? Bax, 6, 7, 13, 20. Düzdür? 6 ilə 7-nin cəmi eləyir 13. 13 ilə 7-nin cəmi eləyir 20. Aha, mən bildim ki, deməli ilk 2 həddin cəmi 3-cü həddi bizə verir. Yəni birinci hədd özündən əvvəlki 2 həddin cəminə bərabərdir. Gəl indi bunu sual işarəsində tapaq. Bunu necə taparıq sual işarəsi yerinə qoyub? Baxın, ilk növbədə bizə ən asan gələn 3, 6, 15-dir. Mən bilirəm ki, 3 ilə 6-nın cəmi 9-dur. Aha, götürürəm sual işarəsinin yerinə, yazıram 9. Deməli, mənim bu kubumun, baxın, bu belə deyil, bura və bura. Bu olmalıdır 9. Bu variantın avtomatik silirəm. D variantın avtomatik silirəm. Aha, 6 ilə də 9-un cəmi oldu 15. İndi buranı silək, daha yaxşı görək. Deməli, mənim variantlarım B və ya C-dir. Bura qoydum 9. Uşaqlar, gəlin variantla işləyək. Məsələn, B variantını qoyaq. Bura olsa 2, bura olsa 10.
8 ilə 2-nin cəmi 10. 2 ilə 10-un cəmi isə 12 eləyir. Amma burada nə yazılıb? 14. Deməli, B variantı da deyil. B variantını sildim. Gələk D variantına. 8 ilə 3-ün cəmi 11. 11 ilə də 3-ün cəmi eləyir 14. Deməli, cavabımız C variantıdır. Bu da çox sadə suallardan biridir. Sonra gələk 8-ci suala. Deyir ki, aşağıdakı cədvəldə hər bir sətir və sütun diaqonal üzrə ədədlərin cəmi 18-dir. Uşaqlar, bax, sütun budur. Bax, kənara yazıram sütun. Bura sətirdir. Sətir. Diaqonal isə belə diaqonal hissəmizdir. İndi gəlin bir-bir yoxlayaq. Deyir ki, sətir və sütun üzrə ədədlərin hər birinin cəmi 18-dir. Aha, deyir sarı xanalarda yazılan ədədlərin cəmi neçə olar? Gəlin baxaq. Uşaqlar, birinci mən sətir üzrə gedərəm. 5 ilə 6-nın cəmi neçə eləyir? Bax, yazıram. 5 üstə gəlinsin 6 bərabərdir 11. 18-dən 11-i çıxsam, eləyəcək neçə? 7. Deməli, mənim bu xanam 7-dir. Aha, mən bu xananı tapdım 7. Sonra 6 ilə 7-ni toplayıram. Təbii ki, belə gedirəm. Eləyəcək 13. Aha, 18-dən çıxıram 13-ü, tapdım 5. Sarı xanamın artıq birini tapmışam. 5. İndi nə deyir? Deyir, diaqonal üzrə də 18-dir. Gəlin yoxlayaq. 5-in üzərinə yenə 6 gəlirəm. 11. 18-dən yenidən 11 çıxıram, alıram 7. Deməli, mənim digər sarı xanam 7-dir. Aha, sonra yenə 6 ilə 7-nin cəmi 13. Bura oldu 5. Yenə bura oldu 7. İndi gəlin yoxlayaq. Deyir, sarı xanalarımı tapmışam da, düzdür. Burada olacaq 6. 5 üzərinə gəlsin 14. O da eləyəcək 19. C variantı. Çox rahat sualdır bu da. İndi gəldik 9-cu sualımıza. Nə deyir uşaqlar burada? Deyir, qanuna uyğunluğa əsasən sual əvəzinə uyğun olan variantı seçin. Gəlin baxaq. Nə demək istəyir? Aha. Uşaqlar, ortada üçbucaq verib. Deyir ki, birinci 10-dan başlayaq da. Görək bu üçbucaq nəyi bildirir bizə? Deyir, 5, üçbucaq 53. Mənə verir 10. Düzdür? Bunu necə alaram? Buna yanaşı baxsam, 5 vurulsun 3, yəni 53-ü parçalayıram, 53 kimi yox, 5 və 3 kimi baxıram. 5 vurulsun 3 bərabərdir 15. Mən bu 15-dən çıxıram, buradakı 5-i aldım 10. Deməli, neynədim? Bu hissənin rəqəm hasilini tapdım və digər hissədən çıxdım. İndi gəlin sual işarəsinə baxaq. Uşaqlar, sual işarəsinin kəsişmə nöqtələri 6 və 9, 66 və 9-dur. Gəlin bir-bir hesablayaq. Yazırıq. 66, üçbucaq, 9 bərabərdir sual işarəsi. Neynədim? 6 ilə 6-nı bir-birinə vurmalıyam. Düzdürmü? 36. 36-dan da çıxdım 9-u. Aldım 27. Cavab oldu C variantı. İndi gəldik 10-cu sualımıza. Verilib cədvəldə birinci 4, 5, 7, 10. Bir də axırıncıya baxın. 14, 15, 17, 20. Bu bizi nəyi xatırladır uşaqlar? 4-dən 5-ə gəlmək üçün 1 addım. 5-dən 7-yə 2 addım. 7-dən 10-a gəlmək üçün isə 3 addım. Deməli, birinci üzərinə 1 gəlməliyəm, sonra 2, sonra 3 gəlməliyəm. İndi uşaqlar, gəlin bunu bir-bir işləyək. 9-un üzərinə 1 gələndə 10. Deməli, mənim bu hissəm 10 olmalıdır. B variantını silirəm, C variantını silirəm. 10 üzərinə 2 gələndə olur 12. Aha, avtomatik elə cavab çıxdı. A variantını silirəm. 12-nin üzərinə 3, 15. Sonra 7-nin üzərinə 1, 8. 8-in üzərinə 2 gələndə oldu 10. Onun da üzərinə 3 gələndə oldu 13. Cavabımız oldu D variantı. Çox rahat suallardan biri idi. Sadəcə diqqət elə bilir. Aha. Deyir, aşağıdakı cədvəldə sətir və sütunlar üzrə bəzi cəmlər cədvəlin kənarında ox istiqamətinə yazılmışdır. Nə deməkdir uşaqlar? Baxın, görürsünüz, ox belə çıxır 27. Yəni deyir ki, bu sətrin
cəmi 27-dir. Baxın, ox belə aşağı gəlir, üzü aşağı 25. Yəni bu sütunun cəmi 25-dir. İndi biz bunlardan istifadə eləyərək, bu ipuclarından istifadə eləyərək eyni qiymətini tapmalıyıq. Gəlin bir-bir yoxlayaq. Aha, uşaqlar, deməli 5 ilə 11-in cəmi, burada görürəm boşluq var. Demək, buranı asanlıqla tapa bilərəm. 11 ilə 5-in cəmi eləyir 16. Düzdür? Mən 25-dən 16-nı çıxsam, buranı alıram elə 9. Düzdürmü? Bərabərdir 9-a. Aha. İndi gəlin buranı yoxlayaq. Buranı da rahatçılıqla tapa bilərəm. 2 üzərinə gəl 9, bərabərdir 11. 32-dən çıxsam 11-i 1, 21. Deməli, mənim bu hissəm də oldu 21. Düzdür? Aha. İndi gəlin bu hissəni yoxlayaq. Bura verir 30. 21 üzərinə 7 bərabərdir 28. 28-dən də daha doğrusu 30-dan çıxsam 28-i bərabər olacaq 2-yə. Deməli, mənim bu hissəm də oldu 2. Mən artıq y-nin qiymətini asanlıqla tapa bilərəm. 5 üzərinə gəl 2 bərabərdir 7. 27-dən də 7 çıxdıqda aldım 20-ni. 7 oldu 20. Cavabımız C variantı. Çox rahat, çox asan suallardan biri. Aha, indi gəldik 12-yə. Bəli uşaqlar, indi gəldik 12-ci suala. Deyir, qanuna uyğunluğa əsasən sual əvəzinə uyğun olan variantı seçin. Gəlin görək nə edir. 2 ilə 3-dən 2 ulduz 3-dən 10 alın. Aha. İndi məndən sonra daha doğrusu 2 ilə 4-dən 12 alın. Nə edib? 2 ilə 3-ün cəmi necə eləyir? 5. 5-i vurur 2-yə, alır 10. Buradakı 2-yə vurmur ha. Özündən 2-yə vurur. Bax, məsələn, yoxlayıram 6 ilə 7-ni. 6 ilə 7-nin cəmi eləyir 13. Düzdür? 13-ü vurur 2-yə, bərabərdir 26. İndi gəlin görək, sual işarəsində bizdən nə istəyir? Deyir ki, sual işarəsinin kəsişmə nöqtələri haradır? Əgər uşaqlar siz bu kəsişmə nöqtələrini bilirsinizsə, deməli misalın 90%-in artıq həll eləmisiniz. Kəsişmə nöqtəm yuxarıdan 3, soldan isə 5-dir. 5 ilə 3-ü toplayacaq 8, 8-i vuracaq 2-yə, bərabərdir 16. Cavabımız oldu B variantı. Uşaqlar, yəni çox rahat suallardır. Sadəcə metodikanı bilmək lazımdır, metodu bilmək lazımdır. Ümidvaram ki, mövzunu mən sizə aydın izah edə bildim.